Deməli, SAT Math imtahanında tez-tez önümüzə çıxan suallardan biridir. Bu, bərabərsizliklər mövzusuna dair sualdır və sualın şərti belə gedir. Which of the following graphs in the XY plane could represent the system of inequalities above? Burada bizim açar sözümüz representdir. Represent Azərbaycanca təmsil etmək deməkdir. Yəni, bizə lazımdır verilmiş iki bərabərsizlik sisteminin ən yaxşı şəkildə təsvir edən qraf A, B, C və D variantları arasında. Əvvəla biz diqqət eləməliyik variantlara. Variantlarda görürük ki, oxlar, line'ların hər biri birə-bir eynidir. Heç bir fərq yoxdur. Bu isə o deməkdir ki, bizim qəti ehtiyacımız yoxdur ki, burada təsvir olunmuş xətləri müstəvi üzərində təsvir eləməyə çalışaq. Onsuz da bizə hazır təsvir olunmuş şəkildə verilir. Bizim ehtiyacımız olan şey nədir? Əvvəla işarələrə diqqət eləməliyik. Görürsünüz ki, birinci bərabərsizlik böyük bərabərdir, ikinci bərabərsizlik isə kiçik bərabərdir işarəsi ilə verilir. Daha sonra isə K əmsallarına, X-in önündəki əmsalın işarəsinə diqqət eləməliyik. Birinci tərəfdə X-in əmsalı K müsbətdir, ikinci tərəfdə isə mənfidir. Biz bunlardan nə nəticəyə gələcəyik? Əvvəla, işarələrin bir-birinə əks olması bizə onu göstərir ki, A variantı və C variantı avtomatik olaraq ələnə bilər. Niyə? Çünki A və C variantlarında hər iki oxun ya aşağı tərəfi, ya da yuxarı tərəfi təsvir olunub. Bu o deməkdir ki, bunların hər ikisinin sistemində işarələr bir-birinə eyni olmalıdır. Əlimizdə qalır B və D variantları. Bunlar arasından seçimi isə K əmsalının işarəsinə görə eləyəcəyik. Bəs necə eləyəcəyik? Deməli, biz qərar verməliyik ki, birinci bərabərsizliklə təsvir olunmuş ox bu oxlardan hansıdır? Bizə bunu K əmsalı deyir. Əgər əmsal müsbətdirsə, ox sol aşağı küncdən sağ yuxarı küncə tərəf hərəkət eləməlidir. Y bərabərdir X funksiyasındakı kimi. Buna görə biz deyə bilərik ki, bir ilə işarə edirəm, bu bir oxu birinci bərabərsizliyə aiddir. İki oxu isə qalır ikinci bərabərsizlik üçün. Beləliklə biz görürük ki, bizə bir oxunun yuxarı hissəsi lazımdır. İki oxunun isə aşağı hissəsi lazımdır. Bir oxunun yuxarı hissəsi, bax, bu tərəfdir. İki oxunun aşağı hissəsi, bax, bu tərəfdir. Gördüyünüz kimi, B variantında tam əks tərəfdə qalan müstəvi ştrixlənib, D variantında isə bunların kəsişməsində qalan bu müstəvi ştrixləndiyinə görə bizim düzgün cavabımız D variantı olacaq. Beləliklə, heç bir əziyyət çəkmədən, heç bu funksiyaların, deyək, xətlərini, qraflarını müstəvi üzərində qurmadan, sadəcə iki işarəyə və iki əmsala baxaraq cavabı asanlıqla təyin edə bilərik. Buna bənzər başqa SAT Math misallarının izahını izləmək istəyirsinizsə, izləmədə qalmağınız və dərslərimizə yazılmaq üçün isə bizə DM-dən mesaj göndərmək və ya komment yazmağınız yetərlidir. Uğurlar!